Salam dəyərli izləyicilər, DİM-in ikinci qruplar üçün hazırladığı 20 sınav kitabçasından 16-cı ümumi sınavın testlərinin izahını sizə təqdim edəcəm. Abunə deyilsinizsə abunə ola bilərsiniz, şərh yazıb, bəyənib, paylaşaraq mənə dəstək ola bilərsiniz. Başlayaq birinci sualdan. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi cavabları müəyyən edin. Hərbi kommunizm siyasətinin tətbiq olunması Azərbaycanda 1920-ci ildə Sovet hakimiyyətinin qurulması ilə başlayır. Azərbaycanın əksər bölgələrini azlıq bürüdü. Bəli, bu doğrudur. Çünki bu siyasətdə əhalinin əlində olan artıq taxıllar alınırdı ərzaq sapalağı üsulu ilə və bu da azlıqlara, o da etirazlara səbəb olmuşdu. Yeni iqtisadi siyasətə keçid 1921-ci ildə isə keçid başlayır. Sənaye müəssisələri milliləşdirilmir. Bunun əksi olur. Bazar iqtisadiyyatına icazə verilir. Azərbaycan SSR-də sənayeləşmə xəttinin tətbiq olunması. Sənayeləşmə də başlayır 1925-də Rusiyada, Azərbaycanda da 1926-da keçid olur. Deməli, 1926-cı ildə Gəncə şəhəri Azərbaycanın ikinci sənaye mərkəzinə çevrildi. Bəli, sənaye sahələri, müəssisələri artır, Gəncədə də tikilir və nəticədə ikinci şəhərə çevrilir. İlliklə kollektivləşdirmə siyasəti həyata keçirildi. 1929-dan başlayır kolxozlaşdırma, savxozlaşdırma. Qolçomaqlar kənddə Sovet hökumətinin əsas sosial dayağına çevrildi deyir. Əksinə, qolçomaqlar bir sinif kimi ləğv olunur bu siyasətdə. Yəni, varlı kəndlilər ləğv edilir, hamı kasıblaşdırılır. Bunu götürmürük. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Erməni Daşnaq hökuməti arasında müqavilə imzalandı. Tarixi Azərbaycan torpağı olan Şərur Dərəliyəz mahalı Ermənistana verildi. Bu da doğru faktdır. 5-də götürəcəyik. 1, 3, 5 cavab B bəndi. İkinci suala baxırıq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Osmanlı sultanları 3-cü Əhməd, 3-cü Səlim. Hakimiyyət illərini də qeyd edə bilərik. 1703, 1730, 1789, 1807-ci illər. Hakimiyyəti dövrü Lalə dövrü kimi tarixə daxil olmuşdu. Bu, 3-cü Əhməd İbrahim Paşanın daha çox adı ilə bağlıdır. Rusiya ilə sülh müqaviləsi imzalamışdır. İbrahim Paşa qeyd edim 3-cü Əhmədin vəziri olmuşdu, sədrəcəm idi. Rusiya ilə sülh müqaviləsi imzalanması 1711-də 3-cü Əhməddə var idi. 3-cü Səlimin vaxtında da 1791 yazısı müqaviləsi. Prut Əhməddə, deməli, yazısı da 3-cü Səlimdə hər ikisinə aiddir. Yeniçərilərin üsyanı baş vermişdir. 1730-da Yeniçərilərin üsyanı olur və 3-cü Əhməd taxtdan salınır, 1-ci Mahmud gəlir. 3-cü Səlimdə 1807-ci Yeniçəri üsyanı ilə taxtdan salınmışdı. 4-cü Mustafa gəlmişdi orada da. Sonra Misirə yürüş etmiş Napolyon məğlub edildi. Misirə Napolyon yürüş edib 1798-ci ildə. Düzdür, amma Misirdə məğlub edilmir. Napolyon Suriya ərazisində məğlub edilmişdi, amma dərslikdə də belə yazılıbdır. D bəndi olacaq. 3-cü Səlimə aid olacaq. Osmanlı dövlətində ilk mətbəə açıldı. 1727-ci ildə Lalə dövründə 3-cü Əhmədə aiddir. 1-ə AY, D, BC. AY, D, BC cavab C. 3-cü sual. Bizim eranın birinci əsrinə aiddir. Cənubi Qafqaz Roma sərkərdəsi Antoni və Kanidinin yürüşlərinə məruz qaldı. Bu olmayacaq, çünki eradan əvvəl birinci əsrdir. Maqneziya döyüşündə Romalılar, onda da Cənubi Qafqaz Roma sərkərdəsi Antoni və Kanidi. Antoni Cənubi Qafqaza yürüş etmir, onun sərkərdəsi Kanidi yürüş etmişdi eradan əvvəl 36-da. Maqneziya döyüşündə Romalılar Selevkiləri məğlub etdi. Eradan əvvəl 190-cı ildir. Bu, eradan əvvəldir deyə 2-ci əsrdir həm də aid deyil.
Atropatena Parfiya sülaləsinin hakimiyyəti altına düşdü. 20-ci ildə Atropatena Parfiya sülaləsinin hakimiyyəti altına düşür. Bizim eradır. Albaniyaya Alan tayfalarının yürüşü baş verdi. 1-ci əsrdə başlayır, 3-cü əsrə qədər davam edir bu yürüşlər. Ən böyük yürüş də 72-74-cü illərdə olmuşdur. 1-ci əsrə düşür. Albaniyada Arşakilər sülaləsi hakimiyyətə gəldi. 1-ci əsrdə gəlibdi. 510-cu ilə qədər davam edibdi. Bu da doğrudur. 1-4-5. 1689-cu ildə İngiltərədə qəbul edilmiş hüquqlar haqqında Bill adlı qanunla 1947-ci ildə Yaponiyada qəbul edilmiş yeni konstitusiyanın oxşarlığını müəyyən edin. Kral və imperatorun hakimiyyəti gücləndirildi. Əksinə, hər ikisində də kral və imperator hakimiyyəti zəiflədilir. Rəmzi xarakter daşımağa başlayır. Simvolik funksiya, bəli. Cavab olacaq B bəndi. Kral və imperator simvolik funksiya daşımağa başladı. Müstəmləkəçilik siyasəti dövlətin xarici siyasətinin əsas istiqaməti elan edildi. Xeyr, bu Yaponiyada ümumiyyətlə aid olmur. Yaponiyada ki, bu 47-ci il qanununda hərbiləşdirməkdən imtina edilir. Dövlətin ordusu ləğv edilir. Hərbi üçün, yəni işğalçılıq üçün qətiyyən imkan verilmir dövlətə. Bu ABŞ tərəfindən təqdim hazırlanmışdı Yaponiya üçün. Demokratik respublika quruluşu təsbit edildi. Yəni kral imperator hakimiyyəti qaldığına görə demokratik quruluş hələ ki bunlarda deyə bilmirik. Müharibədən imtina edilməsi elan olundu. Müharibədən imtina edilməsi dediyimiz kimi Yaponiyaya aiddir, amma İngiltərədə yox. Digər suallara baxaq. 5. On 17-ci əsrin sonlarında Səfəvilər dövlətin üzləşdiyi böhran iqtisadi və siyasi səbəblərini müəyyən edin. Məmur özbaşınalığı, mülki bürokratiyanın rüşvətxorluğu. Deməli, siyasi deyəndə biz idarəçiliklə bağlı məsələləri yadda saxlayırıq. Siyasi dövlət idarəçiliyi ilə bağlı olan məsələlərdir. Məmur özbaşınalığı, mülki bürokratiya idarəçiliklə aiddir. A-nı götürürük. Dövlətin əsas gəlirlərindən olan ipək ixracatının aşağı düşməsi. İqtisadi məsələlər dedikdə isə pul, ticarət bu məsələlər nəzərdə tutulur. Burada da gəlir, pul, ticarətdən söhbət gedir. Bu da iqtisadiyyata aid olacaq. Süni suvarma şəbəkələrinin sıradan çıxması və əkin sahələrinin azalması da iqtisadi səbəb olacaq. Çünki bu da insanların gəlirlərinin azalmasına səbəb olmuşdu. İdarəçilikdə yol verilən səhvlər, idarəetmə aparatında səriştəsiz şəxslərin yol tapması, bu da idarəçiliyə aid olacaq. İdarəetmə ilə bağlı siyasi səbəblərə daxil olacaq. B, C, A, D cavab D bəndi olacaq. Ağqoyunlu Uzun Həsənin fəaliyyətinə aid olanları müəyyən edin. Mərkəzləşmiş dövlət yaratması. Nə Ağqoyunlu, nə Qaraqoyunlu demişdik ki, heç biri mərkəzləşmiş dövlət qura bilməmişdilər. Bunun da iki səbəbi var idi. Elatlara nəzarəti mümkün olmaması və soyğan sisteminin mövcud olması. Avropa dövlətləri ilə diplomatik münasibətlərin yaradılması doğrudur. Teymuri Əbusəidin qoşunları üzərində qələbə çalması 1468-69-cu illərdə Qaraqoyunlulara son qoyduqdan sonra Teymurilərin hücumuna məruz qalmışdı. Ərdəbil hakiminin köməyi ilə, Şirvanşahların köməyi ilə Əbusəidi burada məğlub etmişdi. Vergilərin miqdarının qismən azaldılması Uzun Həsən qanunnamə qəbul etmişdi. Vergilərin miqdarını qismən azaltmışdı. Xorasanın Ağqoyunlu dövlətlə birləşdirilməsi belə bir hadisə olmayıbdı. Cavab B bəndi olacaq. Eyni ildə baş vermişdir. Rusiya ilə Osmanlı dövləti arasında İstanbul sülhünün imzalanması, 1-ci Pyotrun Azərbaycan dilində manifest nəşr etdirməsi. Bu İstanbul sülhü 1724-dür, manifest isə 1722-dir. Şah II Abbasın dövründə Rus qoşunları ilə toqquşmaların baş verməsi. Bu 1653-1662-dir. Və Stepan Razinin Səfəvlərin
Xəzər sahil məntəqələrini qarət etməsi 1668-dir. Nadir xanın Əfqanları ilk dəfə məğlub etməsi və Kirmanşah sülhünün bağlanması. Nadir xan 1720-ci illərin sonları təqribən 29 qeyd eləyək. Kirmanşah sülhünün bağlanması isə 1732-dir. Rusiyanın Terekdən cənubdakı bütün Xəzəryanı torpaqları Səfəvi dövlətinə qaytarması 1735 Gəncə müqaviləsidir. Muğan qurultayının keçirilməsi 1736-dır. Rusiya ilə Səfəvi dövləti arasında Gəncə müqaviləsinin imzalanması dedik 1735 və Nadir xanın Üçmərcin döyüşündə qələbə qazanması o da 1735-də Osmanlıları məğlub edir və Azərbaycanın bütün torpaqlarını Osmanlılardan geri alır. Doğru cavab Y olacaq. Hər ikisi 1735-də olubdur. 8. Şah 1. İsmailin Amudəryəyə qədər bütün Xorasanı öz hakimiyyəti altına alması ilə nəticələnmiş döyüş. Söhbət Mərv döyüşündən gedir. 1510-cu ildə baş vermişdi bu döyüş. Şeybani xan məğlub edilmişdi və Xorasanı ələ keçirilmişdi. Bununla da Amudəryə çayına qədər olan torpaqlar ələ keçirilmişdi. Fəraddan Amudəryə çayına qədər gedib çıxmışdı ərazilər. Növbəti 9-cu suala baxaq. Xəritədə rəqəmlə göstərilmiş şəhərlərə aid abidələrin uyğunluğunu müəyyən edin. 1. Gəncədir, 2. Bakıdır, daha doğrusu 3 Bakıdır, 2 də Təbrizdir. Atəşpərəst abidəsi Atəşgah. Bu Bakıda yerləşir. Şah 1. Abbasın inşa 17-ci əsrə aiddir. Şah 1. Abbasın inşa etdirdiyi Cümə məscidi bu Gəncədə yerləşir. Kəlaxana məqbərəsi Şamaxıdadır 1663. Şibli Karvansarası bu Təbrizdə olacaq. Həşbehiş sarayı da 1483-cü ildə Təbrizdə Yaqub Padşahın dövründə tikilib inşa edilmişdir. Birə B, D, Y, A. B, D, Y, A cavab Y bəndi. Uyğunluğu müəyyən edək. Xəzər 2-ci Göytürk xaqanlıqları. Çin ordusunu darmadağın etmişdi. 2-ci Göytürk dövlətində Bilgə xanı götürə bilərik. Qapağan xan tabi etmişdi onları. Deməli ki, A. Ərəblərin Şərq Avropa yürüşlərinin qarşısını aldılar. Xəzər xaqanlığıdır. Şərq Avropada yerləşirdi. 8-ci əsrdə Musəvilik dövlətin rəsmi dini elan edilmişdi. 790-cı ildə Obadi xan Xəzər xaqanlığında rəsmi din elan etmişdi. Musəviliyi, Yahudiliyi. Hökümdarının baş məsləhətçisi Tonikuk olmuşdur. Bu Tonikuk İltəris xaqanın, 2-ci Göytürk dövlətində İltəris xaqanın baş məsləhətçisi idi. Deməli, burada D götürürük. Çinlilərə qarşı Kürşadın başçılığı ilə üsyan baş vermişdi. Kürşadın başçılığı ilə üsyan 639 hələ 2-ci Göytürk dövləti yaranmamışdı. Heç birinə aid deyil. B, C, A, D cavab B bəndi. On 17-ci əsrin ikinci yarısında baş vermişdir. Sınıq Körpü adlı yerdə döyüşün baş verməsi 1618. Birinci yarısıdır bu. Şah 1. Abbasın Avropa dövlətləri ilə geniş diplomatik əlaqələr qurması. Bu da 17 hakimiyyət illəri 1587-1629. Gördüyünüz kimi ikinci yarısına düşmür. Osmanlılara qarşı Cəlalilər hərəkatının başlanması Azərbaycanda Osmanlılara qarşı ümumi olaraq deyir. 16-cı əsrin əvvəllərində başlayıb Osmanlılara qarşı Cəlalilər hərəkatı. Azərbaycanda isə desəydi 1591. Bu da 16-cı əsrə düşür. Yəni ən son Azərbaycanda 1591-də olmuşdu. Bunu da götürmürük. Stepan Razinin Xəzər sahili ərazilərə qarətçi yürüşləri 1668 bayaq dedik. 17-ci əsrin ikinci yarısında düşür. Rus tacirlərinə Səfəv dövləti ərazisində gömrüksüz ticarət hüququnun verilməsi də
1667-ci il müqaviləsində Şah Süleyman vermişdi bu da 4-5 cavab A bəndi. 1946-cı ildə Cənubi Azərbaycanda Pişəvərin başçılığı və Milli Məclisin qəbul etdiyi qanunlara əsasən ana dilində Azərbaycan qəzeti nəşr olunmağa başladı. 46-cı ildə yox, bu 45-ci ildə 1945-də olmuşdu. Şimali və Cənubi Azərbaycan arasında mədəni əlaqələr quruldu. O qanunlarda deyil də, yəni 1941-ci ildə Sovet qoşunları Cənubi Azərbaycana getməklə bu mədəni əlaqələr qurulmuşdu. Dövlət və hökumətə tabe olmayan mülkiyyətçilərin torpaqları kəndlilərə paylandı. Bəli, 1946-cı ilə aiddir bu, fevral ayında. Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili statusu aldı. Dil haqqında qanun da 1946-cı ilin mayında olmuşdu. Bunu da götürürük. Sovet qoşunları Cənubi Azərbaycanı tərk etdi. Bu da 1946-cı ilə aiddir. 3, 4, 5 cavab B bəndi olacaq. Sxemi tamamlayın. Şah 1-ci Təhmasib Amasya sülhünü imzaladı. Burada verilibdi. Heç oxumağa məncə ehtiyac yoxdur. Bizdən bunu soruşur ki, bunun nəticəsini tamamlayaq. 2-ci Təhmasib Osmanlı dövləti ilə Kirmanşah sülhü imzaladı. Bunun da nəticəsində Kirmanşah Araz çayının cənubdakı Səfəvi torpaqları geri qaytarılır. Araz çayı sərhəd olur. Şimaldakı ərazilər isə Osmanlılara qalır. Kirmanşah sülhü 1732-ci ildə imzalanmışdı. Araz çayından şimalda olan Azərbaycan əraziləri və Dağıstan üzərində Osmanlı hakimiyyəti saxlanıldı. Bunu doğru cavab kimi götürəcəyik. Digər variantlar səhvdir. Hərəsi bir müqavilələrə aiddir. Baxaq istəyirik. Amasya sülhünün şərtləri bərpa olunmuşdu. Bunu 2-ci İstanbul müqaviləsində deyə bilərik. 1612-ci ildə, həmçinin Qəsr-Şirin müqaviləsində, həmçinin Mərənd müqaviləsində. Osmanlılar son 10 ildə işğal etdikləri torpaqları tamamilə Səfəvilərə qaytarmalıydı. Bu Bağdad müqaviləsidir. Sultan tanımamışdı. Dərbənddən Gilana qədər Xəzər sahili vilayətlər Osmanlılara verildi. Bu belə bir şey heç vaxt olmuyor. Çünki Osmanlılara yox, Ruslara verilmişdi. Səfəvilər Qars, Van, Axasıb qalalarına hücum etməyəcəklərinə təminat verdilər. Bu Qəsr-Şirin müqaviləsidir. Deməli, keçdik 14-cü suala. Çingiz xanla Əmir Teymurun fəaliyyətində oxşarlıq, İslam dininin nüfuzunun artırılmasına çalışırdılar. Çingiz xan özü müsəlman olmayıbdı deyə belə bir şey mümkün olmazdı. Dövləti uluslara bölmüşdülər. Bəli, oğlanları arasında bölmüşdülər. Dövlətləri ikisinə də aiddir. Yürüşlərinin əsas məqsəd Avropa ölkələri ilə ticarət əlaqələri yaratmaq idi. Əmir Teymurda olub belə bir siyasət, iqtisadi siyasət olubdu. Amma Çingiz xanda yox. Osmanlı dövləti ilə müharibə aparmışdılar. Çingiz xanın vaxtında heç Osmanlı dövləti də yox idi. Toxtamış xanı məğlub etmişdilər. Çingiz xanın ölümündən xeyli sonra Toxtamış xan hakimiyyətə gəlmişdi. Amma Əmir Teymur onu Toxtamışı məğlub etmişdi, həmçinin Osmanlılar da. Səlcuq dövlətindən fərqli olaraq Osmanlı dövləti Bizans imperiyası ilə müharibə aparmışdı. Hər ikisi də aparıbdı. Bizdən fərqini soruşur. Türk sülaləsi tərəfindən idarə olunurdu. Hər ikisinə də aiddir Türk sülaləsi tərəfindən idarə olunması. Çingiz xanın yaratdığı dövlətə qarşı mübarizə aparmışdır. Çingiz xanın yaratdığı Monqol dövlətinə qarşı mübarizə Səlcuqlar süqut edəndən sonra yaranıb. 1187-dən sonra Səlcuq dövləti yaranıb. Osmanlı dövləti də birbaşa Monqol dövləti yox, onun bir ulusu olan Hülakülərdən bir müddət asılı vəziyyətdə olub. Düzdür, bu haqda dərslikdə yazılmayıb, amma bunu ortaq kimi fərq kimi götürə bilmərik yenə də. Hökmdarı sultan titulu daşıyırdı. Hər ikisi dövlətdə. Hökmdarı İslam dünyasının xəlifəsi elan olunmuşdu. Bunu götürəcəyik. Niyə? İkinci Osmanlı sultanı 1-ci Səlim
1516-cı ildə Hələbdə özünü İslamın xəlifəsi elan etmişdi. Məmlüklərdən xilafət titulunu özünə götürmüşdü. Deməli 15-də cavab Y. Keçdik 16-cı sual. 1846-cı il reskriptinə aid olanları müəyyən edin. Kişi nəslindən olan 15 yaşına çatmış hər sahibkar kəndlisinə 5 desiyatin torpaq verilməsi nəzərdə tutulurdu. 46-cı il reskriptində yox, bu 1847-yə aid. 1847-ci ilə aiddir. Ona görə götürmürük. Kəndli qrupları rəiyyət, rəncbər, nökər və s. ləğv olundu. Mülkədar tabelisi adlandırıldı. Ümumi adına mülkədar tabelisi adlanır. Doğrudur. Torpaqdan istifadə əvəzində kəndlər malcəhət məhsul vergisi ödəməli idilər. Bu da 47-də olacaq. Bu qanunla Rusiya hökuməti ali zümrənin simasını özünə bölgədə sosial dayaq yaratmaqda ilk addım atdı. Doğrudur. Bəylərə, ağalara mülk tiyul torpaqlarından irsi istifadə hüququ verir və onlara geniş səlahiyyətlər verirdi. Sahibkar kəndlərin bir yerdən başqa yerə köçmə hüququ saxlanıldı. Bu da 47-yə aiddir. Bura yox. 2-4 cavab Y bəndi. 17-ci sual. Uyğunluğu müəyyən edin. İlham Əliyevin prezident olaraq sosial-iqtisadi tədbirləri, diqqətlə baxaq, sosial-iqtisadi tədbirləri deyir. Vətən müharibəsinə qədər olan dövrdə, yəni 2020-ci ilin sentyabrına qədər Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması bu TQDK-nın dimə çevrilməsidir. Təhsil sahəsinə aiddir, iqtisadiyyata yox. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi 2017-ci ildə iqtisadi tədbirə, sosial-iqtisadi tədbirə aiddir. Trans-Anadolu qaz boru kəmərinin istifadəyə verilməsi 2018, bu da aiddir. Vətən müharibəsindən sonraki dövrdə, yəni 2020-dən sonra 2020-dən sonra burada da 2020-yə qədər idi. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Şuşa bəyannaməsinin imzalanması. Bu 2021-də baş veribdi, amma sosial-iqtisadi yox, siyasidir, dövlətlər xarici siyasətlə əlaqəlidir. Şuşada yenidən Xarı Bülbül Festivalının keçirilməsi. Xarı Bülbül Festivalı 2021-ci ildə keçirilibdir. Bu aiddir. Sosial-iqtisadi tədbir. Daha doğrusu bu mədəni tədbirdir. Bunu götürə bilməyəcəyik. Mədəni festival mədəniyyətlə bağlıdır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi 2021 bu sosial-iqtisadi tədbirə aid 2021-in oktyabrında. 1-ə B, S, 2-yə S. Cavab A bəndi olacaq. Növbəti. Azərbaycanda 20-ci əsrin əvvəllərində yaradılmış ilk siyasi təşkilat və onun banisini müəyyən edin. Müsavat Partiyası 1911, Qeyrət Partiyası 1905, Müsəlman Gənclik 1903, Difai Partiyası 1906, Müdafiə Partiyası 1907. Bunların içərisində ilk olan C olacaq. 2023-cü il 19-20 sentyabrda həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində. Burada qeyd edim ilk siyasi təşkilat deyir. Gizli olaraq Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılmışdı. Müsəlman Gəncliyi Təşkilatı. Amma ilk milli partiya desəydi bu Qeyrət Partiyasını götürə bilərdi ki 1905-ci ildə yaradılmışdı. 2023-cü il 19-20 sentyabrda həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində Laçın rayonu ərazisində Azərbaycan Respublikasının sərhəd keçid məntəqəsi quruldu. Bu 2023 aprel ayına düşür. Ermənistan rəhbərliyi sülh müqaviləsi imzalayaraq təxribatçı siyasətinə son qoydu. Ermənistan rəhbərliyi sülh müqaviləsi Ermənistandan hələ ki baş tutmayıbdı.
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu üzərində suverenliyi tam bərpa edildi. Bəli, suverenlik tam bərpa edildi. Yerdə qalmış Xocavənd, Xocalı, Ağdərə, sonra Əsgəran və Xankəndi də geri alınmış oldu. Bununla da tam suverenlik tam bərpa edildi. Lələtəpə yüksəkliyi azad olundu. Cocuq Mərcanlı bu aprel döyüşlərinə aiddir. 2016. Qarabağ iqtisadi rayonunda ilk infrastruktur layihəsi həyata keçirilməyə başlandı. Bu 2021 fevralında Güləbir su elektrik stansiyası Laçına aiddir. Cavab C olacaq. AXC xarici xəritəsində rəqəmlərlə göstərilmiş şəhərlərdə hökumətin fəaliyyəti dövrünə uyğun hadisələri müəyyən edin. Yəni Gəncə dövrü və Bakı dövrünə aid olanları tapmalıyıq. Milli ordunun yaradılması Gəncə dövrünü qeyd edək. 1918 iyunun 16-sından başlayır 17 sentyabra qədər. Bakı isə 1918 sentyabrın 17-sindən 1920-ci il 28 aprelə qədər, yəni işğala qədər. Tarixləri bilsək, burada dövrləri bilsək, hadisələrin də tarixini bilsək, tapmaq çox rahatdır. 1918-ci il 26 iyunda silahlı qüvvələrin yaradılması ilə bağlı qanun qəbul edilir. Bu düşür Gəncə dövrünə 1-ə A. Azərbaycan parlamentinin fəaliyyətə başlaması 1918 dekabrın 7-sində açılış olur. 2-yə olacaq B. Batum müqaviləsinin imzalanması 1918 iyunun 4-düdür. Tiflis dövrünə aid olacaq, heç birinə aid olmayacaq. Trabzon sülh konfransında iştirak edilməsi 1918-in martıdır bu. 1918 martında olubdu. Trabzon sülh konfransı martın 14-ü aprelin 13-nə qədər. Yəni Cümhuriyyət hələ qurulmamışdı. Üçrəngli dövlət bayrağının təsdiq edilməsi 1918 olacaq. Noyabrın 9-u. Noyabrın 9-u artıq düşür. Hansı dövrə? Dekabrın 7-sinə, sentyabrın düşür artıq Bakı dövrünə. Bu da Bakı 1-ə A, 2-yə B, Y cavab C bəndi olacaq. Daha əvvəl olmuşdur. 1-ci Ottonun müqəddəs Roma imperiyasının əsasını qoyması 962. Verdi müqaviləsinin əsasən Frank imperiyasının parçalanması 843. Qərbi Avropada feodal dağınıqlığı dövrünün başlanması 9-cu əsrdə başlayır. 11-ci əsrə qədər davam edir. İtaliya krallığının yaranması, bu da 843-də 9-cu əsrdən götürə bilərik. 9-cu əsr. Suason şəhəri yaxınlığında Frankların keçmiş Roma canişinini məğlub etməsi Suason döyüşü 486-dır. Əvvəl deyir, o da 486 olacaq, cavab Y. 19-cu əsrin 60-cı illərinin birinci yarısı ABŞ tarixinə aiddir. Yəni 1860-dan 64-ə qədər. 64 daxil olmaqla. 60-64 birinci yarısıdır, 65-69 ikinci yarısıdır. Kanada uğrunda İngiltərə ilə müharibə aparılması bu 1812-14-cü illərdir. Monroe doktrinası 1823-dür. Şimali ştatlarında quldarlığın ləğv edilməsi bu birinci yarısıdır. 19-cu əsrin birinci yarısıdır. Homesteadlər haqqında qanun qəbul edilməsi 1862. Azad olunma haqqında bəyannamə 1862. 63-də də qüvvəyə minmişdir. Doğru cavab 4-5 C bəndi. 23-cü suala baxaq. Şah Məhəmməd Xudabəndədən fərqli olaraq Şah 1-ci Abbasın dövründə Molla Həsənli döyüşündə qalib gələrək Dərbənd istisna olmaqla bütün Şirvanı
Osmanlılardan azad etdi. Şah Məhəmməd Xudabəndə 1578-87-ci illərdir. Şah 1-ci Abbas 1587-1629 illəri qeyd edirəm ki, hadisələrin də ilini verəndə dəqiq başa düşəsiniz ki, hansının dövründən düşmüş olur. Deməli, Molla Həsənli döyüşü 1578 olubdur. Bu Məhəmməd Xudabəndənin dövrünə aiddir. Şeybanilərlə mübarizədə Xorasanı itirdi. 80-ci illərin sonlarında Xorasan itirilir Məhəmməd Xudabəndənin. Həm Məhəmməd Xudabəndənin dövrünə düşür bu, həm də ki Şah 1-ci Abbasın dövründə. Şah 1-ci Abbas amma Xorasanı həm də geri qaytarmış olur. Nə vaxtı? 1599-cu ildə geri qaytarır. 1599-da. Amma burada itirdi sözünü götürdüyünə görə biz bunu bura qeyd edə bilmərik. Xorasanı itirir Şah 1-ci Abbas, bunu götürə bilmərik. Hərbi islahat keçirərək mərkəzi hakimiyyətə tabi olan güclü nizami ordu yaratdı. Hərbi islahat keçirərək mərkəzi hakimiyyətə tabi olan güclü nizami ordu yaradır. Bəli, bu doğrudur. Qulamlar, tüfəngçilər, topçular və qızılbaşlardan ibarət qoşun dəstələri yaratmışdı. Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayaraq Amasya sülhünün şərtlərini bərpa etdi. Bu hansı müqavilə olacaq? 1612-1618-ci illərdə Sərab 2-ci İstanbul və yaxud bir də 1618-də Mərənd sülhündən bunu bərpa etmişdir. Tamğa vergisini ləğv edərək sənətkarlıq və ticarətin inkişafına təkan verdi. Bu səhv olacaq. 1565-də bu düşəcək 1-ci Təhmasibin dövrünə. İrəvan xanlığına aiddir. İrəvan xanlığına aiddir deyir. Bir müddət Kartikaxetiya çarı 2-ci İrakliyə bac ödəməyə məcbur olmuşdu. Bu hadisə olubdur 1765-69-cu illərdə. Doğrudur. Hacı Çələbiyə qarşı yaradılmış ittifaqa qoşulmuşdu 1752-ci ildə. Qızılqaya xəyanəti idi. Doğrudur. Üç kilsə katolikosları xan tərəfindən təyin edilirdilər. Bu da doğrudur. 18-ci əsrin 70-80-ci illərində Qubalı Fətəli xanın yürüşlərinə məruz qalmışdı. Xeyr, heç vaxt Fətəli xan İrəvana yürüş etməyibdi. Qarabağ xanlığını özündən asılı vəziyyətə salmışdı. Əksinə Qarabağ İrəvanı özündən asılı vəziyyətə salmışdı. 1-2-3 doğru cavab olacaq. 25-ci suala baxırıq. Eradan əvvəl 4-cü minillikdə baş vermişdi. Kadeş müqaviləsinin imzalanması Eradan əvvəl 13-cü əsrdə, o da düşəcək 2-ci minilliyə. Xeops ehramının inşası Eradan əvvəl 3-cü minillikdir. Vahid Misir dövlətin yaranması Eradan əvvəl 4-cü minilliyin sonları götürə bilərik bunu. Qədim Hindistanda ilk şəhərlərin meydana gəlməsi bu olacaq Mohenjo-daro və Harappa şəhərləri idi ki, Eradan əvvəl 3-cü minillik olacaq. Şumer şəhər dövlətlərinin də yaranması Eradan əvvəl 4-cü minilliyin sonu, 3-cü minilliyin əvvəlləri. 3-5 doğru cavab götürə bilərik. Xronoloji ardıcılığı müəyyən edin. Teymurilər dövlətinin yaranması 1370. Moskva knyazlığının Qızıl Ordudan vassal asılılığına son qoyulması 1480 Uqra çayında görüş idi. Ankara döyüşünün baş verməsi 1402-ci ildə. Dehli Sultanlığının yaranması 1206-cı ildə olubdur. 4, 1, 3, 2 doğru cavab belə olacaq. Münhen Molotov-Ribbentrop paktı. Münhen sövdələşməsi 1938-dir. Molotov-Ribbentrop paktı 1939-dur. Polşa, Almanya və SSR arasında bölüşdürüldü. Bu Molotov-Ribbentrop paktına aiddir. Həmçinin Şərqi Avropa nüfuz dairələrinə bölünmüşdür.
Çexoslovakiyanın Sudet vilayəti Almaniyaya verildi. Bu Münhen sövdələşməsindədir. İngiltərə və Fransa Avropada nüfuzdan düşdü. Müttəfiqləri olan Çexoslovakiyanın Sudet vilayətinin Almaniyaya keçməsinə razılıq verdiklərinə görə doğrudur. Birisi olacaq. İngiltərə 1939-cu ilin avqustunda imzalanmışdı. Avqustda imzalanmışdı bu Molotov-Ribbentrop paktı. SSR və Almaniya qarşılıqlı hücum etməmək haqqında qərar qəbul etdilər. 10 il müddətinə götürülmüşdü. Bu da Molotov-Ribbentrop paktında idi. 1-ə BS, 2-ə ADY. 8-ci sual. Mənbəni özünüz oxuya bilərsiniz. Biraz uzundur. Mən oxumaq istəmirəm. Əvvəlcədən oxumuşam. Saxlayıb özünüz oxuya bilərsiniz. Baxaq indi mənbə suallarında nələr soruşulur. Mənbəyə əsasən Ağqoyunlu Sultan Yaquba kömək üçün müraciət etmiş Şirvanşah hökmdarının adını yazın. Söhbət 1488-ci ildə Təbəssəran hüdudunda baş vermiş bu Şahdağ döyüşü idi. Burada adı qeyd edilməyibdi. Şahdağ döyüşündə Fərrux Yasar idi ki, Şirvanşah hökmdarı Fərrux Yasar idi. Kömək üçün Uzun Həsəndən, daha doğrusu Sultan Yaqubdan yardım istəmişdi və onlar birləşərək ikisi bir yerdə Şeyx Heydərin ordusunu məğlub etmişdilər. Şeyx Heydər də bu döyüşdə öldürülmüşdü. Bəhs olunan hökmdarın Şirvanşahlara hərbi yardım etməsinin mənbədə verilməyən səbəbini soruşur. Deməli, Şeyx Heydərin Şirvana və Dağıstana ardıcıl yürüşləri artıq onun nüfuzunun artmasına və güclənməsinə səbəb olmuşdu ki, bu da Ağqoyunlu hökmdarı Yaqub Padşah üçün gələcəkdə təhlükə yarada biləcəyinə səbəb ola bilərdi və bunun da qarşısını vaxtında almaq lazım idi deyə düşünürdü Sultan Yaqub. Bu 29-cu sualın cavabıdır. 30-da deyir, bəhs edilən döyüşün mənbədə verilməyən nəticələrindən ikisini yazın deyir. Bu döyüşün nəticəsi mənbədə verilib ki, Ərdəbil hakimliyinin qüvvələri məğlub edilir. Biz verilməyənlərdən isə deyə bilərik ki, Ərdəbil Ağqoyunlular tərəfindən ələ keçirilir, Səfəvilərin mülkləri müsadirə edilir. Şeyx Heydərin ailə üzvləri İstəxir qalasında zindana salınır, həbs edilir və Səfəvilərin Ərdəbil hakimliyinin nüfuzu Azərbaycanda nüfuzu sarsıdılır. Bunlar əsas nəticələrini qeyd edə bilərik. Sağ olun əziz dostlar. Bu video sizin üçün faydalı oldusa bəyənə bilərsiniz, şərh yaza bilərsiniz, paylaşa bilərsiniz. Hələ də abunə deyilsinizsə abunə ola bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın.